uzun uzadı ömür sürmək həyatda önəm kəsb eləmir. Önəmli olan bilirsinizmi nədir? İnsan yaşadığı ömrü mənalı yaşasın. Allah istəyən kimi yaşasın. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Baxın, yaşlarına baxanda az yaşında tarix yazan qəhrəmanlar və məsum imamlarımızsa bunun bariz nümunəsidir. Niyə deyirlər? Adu təmiz saxla. Çünki adun sənin özündən çox yaşayacaq. Mən dünyamı dəyişəndən sonra mənim adım qalacaq. Sən dünyanı dəyişəndən sonra sənin adın qalacaq. Ona görə deyirlər, adu təmiz saxla ki, sən bir gün gedəcəksən, amma o qalacaq. İnsanların yaddaşında necə qalmağın üçün necə yaşamağın önəm kəsb edir. İnsanların yaddaşında sənin necə qalmağın bugün yaşayışın asıllığı danılmaz bir faktdır. Yəni, əgər yaşadığın həyatı gözəl və yaxşı, mənalı xalqına, millətinə, cəmiyyətinə, bütün çevrəndə olanlara fayda verən bir şəkildə yaşamış olsan, xalqın, millətin, səni tanıyanların yaddaşında da sən elə yaxşı insan kimi qalacaqsan. Yox, əksi olmuş olsa, elə o cür qalacaqsan. Niyə görə? Bəzən görürsən, elə insanlar dünyasını dəyişəndə deyirlər, Allah rəhmət eləsin. O evdən yox, eldən getdi. Bilirsinizmi? Bu insan qısa ömründə fədakarlığı ilə bu adı qazanır. Və bunu qazanmağımız üçün də bizim uzun uzadı ömr eləyib 50, 60, 80-da çatmağımız lazım deyil. Sən yaşadığın ömrü əgər qısa bir vaxtda belə dəyərli, mənalı, qiymətli, Allah istəyən kimi yaşamısansa, əmin ol, Allah səni istədəcək və qəlblərdə də sənə yer ayıracaq.